Salam, hamınızı xoş gördük. Bugün nənəmin mətbəxində bulka hazırlayıram. Çox yumuşaq, dadlı, zərif, xəmirli bir bulka. Uşaqlarınızın məktəb çantası üçün çox gözəl bir yeməkdir, un məmulatıdır. Hətta evdə çay süfrəsi üçün də çox arxayınlıqla hazırlaya bilərsiniz. Yəni hər bir xanımın hazırlaya biləcəyi bir reseptdir, asandır, həm də tez və ucuz başa gəlir. Nə lazımdır bizə? Mən indi bir porsunu deyirəm sizə. Bunu təbii ki, artırıb azalda bilərsiniz. 7 stəkan un lazımdır. 1 stəkan yarım şəkər tozu. Əgər şirinini az sevirsinizsə, elə 1 stəkan da əlavə eləyə bilərsiniz. 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 1 stəkan çox da dolu olmayan bitki yağı, rafina olunmuş, ətirsiz, dadsız bitki yağı, 1 çay qaşığı maya, yarım çay qaşığı duz, 1 paket vanil, ətirləndirmək üçün xəmiri, 2 ədəd yumurta, yumurtanın birinin sarısını üzünə saxlamışam. Və üzünə səpmək üçün küncütdən, çörək otundan və yaxud da elə şəkər tozundan istifadə edə bilərsiniz. Əvvəlcə xəmirimiz üçün ac xamra hazırlayırıq, yəni apara üsulu ilə hazırlanacaq. Tez gəlsin xəmir, yəni tez mayalansın və yaxşı qabarsın. Bir qədər iri qabdan istifadə eləmək lazımdır ki, xəmir qalxdıqca, yəni daşıb tökülməsin. Qabın içərisinə mayanı əlavə edirik. Şəkər tozundan az bir miqdarda və ilıq suyu əlavə edib qarışdırırıq. Az bir miqdarda, təqribən 1-2 xörək qaşığı un əlavə edirik. Və mən dəfələrlə digər videolarda da qeyd eləmişəm, xəmirin yaxşı mayalanmasını istəyirsinizsə, mayanı, yəni südə və yağa qoşmayın. Şəkər tozu ilə, unla və su ilə açın. Maya suda daha tez bakteriyaları fəallaşır, yaxşı qabarır, yaxşı mayalanır xəmir. Südün tərkibindəki yağ və yaxud da elə qatacağımız yağ mayanı ləngidir. Və artıq gördüyünüz kimi elə çaldıqca üzərində qabarcıqlar, yəni qazlar çıxmağa başlayır. Bu deməkdir ki, maya da təzədir və artıq aktivləşməyə başlayıb. Və bunu bir kənara qoyuruq, 15-20 dəqiqəlik gözləyirik ki, mayalansın. Və artıq qabaran mayanın üzərinə digər ərzaqları da əlavə edib xəmir yoğururuq. Unu mütləq eləmək lazımdır. Bismillah deyib duzu da əlavə edirik və hamısını qarışdırırıq. Və ələnmiş unu yavaş-yavaş əlavə edirik. 7 stəkan un lazımdır bizə. Təbii ki, unun tutumluluq həcmindən yumurtadan asılı ola bilər. Ola bilər ki, yarım stəkan artıq da un istifadə edə bilərsiniz. Və xəmirimizi yoğururuq. Və xəmiri yaxşı-yaxşı yoğururuq. Demək olar ki, xəmiri bir xeyli yoğurmaq lazımdır. Və bu reseptlə elə bu 7 stəkan un, eyni gördüyünüz kimi mənim hamısı bərabər çatdı. Qabda da nə un qaldı, nə də sulu qarışıq. Və yoğurduqca hamısı bir yerə yığılır. Gördüyünüz kimi nə bərk, nə də yumuşaq bir xəmir olur. Xəmirin istəsəz üzərini striç klyokla da bağlaya bilərsiniz və yaxud da ki, bir dəsmal süfrə atıb elə mətbəxdə bir kənarda mayalandırmaq olar. Yəni üstünü çox büküb bastırmaq lazım deyil. Xəmiri gecədən də hazırlayıb soyuducuda saxlamaq olar. Səhərə kimi mayalanacaq. Artıq xəmirimiz mayalanıb və mayalanmış xəmirdən xırda kündələr tuturuq. Yəni istədiyiniz boyda bulka hazırlaya bilərsiniz. İndi mən yumurtadan bir qədər böyük kündələr tutacağam, çox da böyük olmayan.
Xəmiri yayırıq. İçərisinə biraz şəkər tozu səpirik. Sevənlər şəkər tozuna biraz darçın da qata bilərsiniz. İçərisinə biraz darçın qatırıq. Və bitiririk xəmirimizi. İstədiyiniz formanı verə bilərsiniz. Yəni bu sırf sizə bağlıdır. Bulkanı elə belə halda da hazırlaya bilərsiniz. Yastılayıb belə də hazırlamaq olar. Hazırlayırıq. Darçın əvəzinə kakaodan və yaxud kofedən də istifadə edə bilərsiniz. Listə bir qədər yağ əlavə edirik. Yəni yağlayırıq listi. Hazırladığımız bulkaları listə düzürük. Yenə də içərisinə şəkər tozu səpirik biraz. Yəni müxtəlif formalarda hazırlamaq olar. Və içərisinə doğru gül forması veririk. Hazırladığımız bulkaları 10-15 dəqiqəlik elə listə dincə qoyuruq. Və bu bulkanın mayalanması üçün çox vacib bir şərtdir. Bulkalar mayalanana kimi sobanı mütləq yandırmaq lazımdır ki, yaxşı qızsın. 10-15 dəqiqə listə mayalandırdıqdan sonra üzərinə yumurta sarısı çəkirik. Və zövqə görə üzərinə şəkər tozu səpə bilərsiniz və yaxud küncüt də səpmək olar. Artıq kimin nəyi varsa, çörək otu da səpə bilərsiniz. Və bəzilərinin üzərinə şəkər tozu səpirik. Və görünüşü gözəl olsun deyə çörək otu da səpə bilərsiniz. Fərqli bir görünüş yaradır. Və əvvəlcədən qızdırılmış 200 dərəcə sobada üzü qızarana kimi bişiririk. Təqribən 10-12 dəqiqəyə bişir. Bulkalarımız artıq sobadan çıxıblar. Və listdən çıxardıb bir qaba yığıb tam soyduruq. Artıq bulkamız hazırdır. Sizə yumşaqlığını göstərmək istəyirəm. Gördüyünüz kimi çox yumuşaq xəmiri var. İçərisi də yaxşı bişib. Pambıq kimi yumuşaqdır. Hazırlayan hər kəsə nuş olsun. Ruziniz bol, bərəkətli olsun. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.